Şehrullahil muharram. Allah'ın Məhərrəm ayı. Ümumiyyətlə, aylar 12 aydır. Necə ki, Allah Teala Quran-ı Kerimdə və həmçinin Peyğəmbər sallallahu aleyhi və səlləm hədislərində 12 ay, ilin içərisində 12 ayın olmasını bildirmişdir. Və həmin ayların əvvəlində, başında gələn birinci ayda Məhərrəm ayıdır. Məhərrəm ayı aylar içərisində seçilmiş 4 haram aydan biridir. Birincisi, Allahın Məhərrəm ayının fəziləti. Məhərrəm ayı Allah-u Teala'nın təzim etdiyi, Allah-u Teala'nın əzəmətləşdirdiyi aylardan biridir. Haram aylarından biridir. Necə ki Allah Teala Quran-ı Kerimdə buyurur ki: "İnne iddetəş-şuhuri indallahi 12 şəhra fi kitabillahi yevme xalaqas-semavati vel-ard." Həqiqətən ayların sayı Allah yanında 12'dir. Və Allah-u Teala bunu yerlərin və göğün yaranmasından bəri bunu belə yazmışdır. Minhə ərba'atun hurum. Onlardan o 12 aydan 4'ü haram aydır. Zəlikəd-dinul qayyim. Bu doğru dindir. Fələ tazlimu fihinnə enfusakum. Həmin aylarda öz nəfsinizə zülm etməyin. Allah Subhanahu və Teala aylar içərisində Məhərrəm ayını seçmişdir. Məhərrəm ayını hətta haram aylar içərisində seçərək özünə nisbət etmişdir. Necə ki Allah Teala Məhərrəm ayını Allahın Məhərrəm ayı olaraq Peyğəmbər sallallahu aleyhi və səlləmin dili ilə bizə bildirmişdir. Necə ki Peyğəmbər sallallahu aleyhi və səlləm hədislərin birində buyurur ki, Əbu Bəkrə radiyallahu anhudan gələn hədisdə buyurur ki, İnnəz-zəmənə qad istədərə kəhiyətihi yevmə xaləqallahu s-səməvati vəl-arda. Həqiqətən zaman, vaxt Allah-u Teala'nın göyləri və yeri yaratmasından bəri olduğu kimi dövr edir. Əs-sənətu 12 şəhran. İl 12 aydır. Minhə ərba'atun hurum. Onlardan 4'ü haram aydır. Thələthun mutəvəliyət. 3'ü ard-arda gəlir. Zülqa'də və Zülhiccə vəl-Muharram. Zülqa'də, Zülhiccə və Məhərrəm. Və Rəcəbu mudarullezî beynə Cümədə və Şəban. Və həmçinin də Mudar qəbiləsinin Rəcəb ayı, hansı ki o da Cümədəl-Əxir ayı ilə Şaban ayı arasında olan aydır.